Sonuncu dəfə tanış olduğunuz maraqlı insanla danışın. Mən tanışıq agentliyində işləyirəm. Nailə xanım, tanışlıq agentlikləri də var indi. Mən tanışlıq saytları eşitmişdim. Amma agentlik, elə agentlik var Bakıda. Belə agentlik var və 20 ilə yaxındır fəaliyyət göstərir. Tanış olmaq istəyirəmsə, gəlirəm sizə, deyirəm mən kimləsə tanış edim. Başqa cür deyim, sən 20 il bundan qabaq da artıq evlənə bilərdin. Siz də tanışlığa görə insanlardan xidmət haqqı alırsınız. Bəli. Biz niyə sizlə illər öncə tanış olmamışıq? Necə itirdik? Olurmu ki, xaricdən xanımdır misal üçün, deyir ki, Azərbaycan kişisi istəyirəm. Buradakılar xoşuma gəlmir. Azərbaycan kişisi axtarıram. Subay oğlan varsa, göndər onu bura gəlsin. Çox olur, çox gözəl bir nigahlarımız var. Sizdə necə olur? Məsəl üçün mən gəlmişəm müraciətə, paketlər var. Hara yığışmısan? Yox, məsəl üçün də indi dəmə, yox, bir dəqiqə deyək. Ayaqqabılarını çıxart. O tanışlıq olanda şemadanı qoy yerinə. Menyu necə olur? Yəni orada VIP menyu var. Yəni məsəl üçün qaynatası imkanı olan adamlar var. Menyuya bax. Bir xanım gəlmişdi bizim agentliyə. Çox gözəl, belə çox təravətli, hər şey üstündə. Hətta belə şoka düşdük ki, bu xanım da özünə heç kim tapa bilmir. Danışdı hekayəni, nə bilim, belə oxumuşam, 2 dənə ali savadım var və sər. Heç kimlə tanış ola bilmirəm, ona görə çox qapalı insanım. Danışdı, elədi, hər şeyi yazdıq, sonra bazamıza baxdıq, ona uyğun bir nəfəri tapdıq. Və danışdıq ki, onlar ikisi də gələcək agentliyə. Onlar ikisi də gəldi və şok ondan başladı ki, onlar bir-birini görən kimi başladılar gülməyə. Nə məsələdir, uzun sözün qısası. Qız deyir ki, mən bu oğlanı gündə görürəm və fikirləşirəm ki, nə qəşəng oğlandır. Nə mən onunla tanış olardım. Həmən şey də oğlan. Onlar demək bir küçədə yaşayırlar. Oyda, tüklərimiz biz oldu ya, bu da hekayə. Kino oldu ki. Onlar indi də nigahdadılar, çox xoşbəxtdirlər, 2 övladları var. İl ərzində müştəriləriniz ilin hansı ayları daha çox olur? Ən belə yaxşı, belə yağlı vaxt hansıdır? Ən belə tanış olmaq istəməyən cəmaatın həvəs öldüyü vaxt? Ümumiyyətlə işiniz mövsümüdürmü? Yaz aylarında. Ən zəif ay bəs? Avqust ayıdır. Hamı yorulur. O qədər isti olur ki. Belə tanış olmalım da tərbiyəcəm bir yavru olacaq qızın yanında. Qardaş olmaz. Biraz soğuqlar düşsün. Elədir ki, var. Yəni ki, tanış olmaq neçiyədir? Ondan asılıdır ki, siz nə istəyirsiniz? Biz nə istəyə bilər? Biz eşq, məhəbbət, sevgi istəyir. Hamı istədiyindən istəyir. Qiymət 4 rəqəmlidir. Əgər eşq istəyirsənsə 3 rəqəmlidir. Sevgi istəyirsənsə 5 rəqəmlidir. Yoxsa məhəbbət axtarırsansa, qurban olsa milyoner olmalısan. Can ayakası. Necə tanış olmaq istəyirdi? Heç olmaz. Eyb yoxdur, aylara belə. Tanış olub uşaqları var. Tanışlıq bulunu bağlaya bilmirlər.